həm mövzunu daha dərindən mənimsəyəcəklər, həmçində testlərin izahını anlayacaqlar və həmişə tövsiyəm bundan ibarət olur ki, şagirdlər testləri yazsınlar və yazıb qutarandan sonra mənim video izahlarımı izləsinlər. Yoxsa ki, birbaşa video izahları izləmək bizim üçün çox şey qazandırmaz. Biz testləri özümüz yazmalıyıq, onların üzərində çalışmalıyıq. Sonra video izahlar vasitəsilə həm mövzunu daha dərindən öyrənməyə səy göstərməliyik, həmçində testin izahlarını, yəni ki, hansı testlərin üzərində çətinlik çəkiriksə, onları daha dərindən mənimsəməkdə kömək ola bilər bu izahlar və video izahlarım zamanı suallarınız yaranarsa, videonun rəy qisminə suallarınızı yazın. Bacardığım qədər suallarınızı cavablandırmağa çalışacağam. Kanalıma dəstək məqsədilə abunə olmağı unutmayın. Video izahlarımı dostlarınızla bölüşməyi, paylaşmağı, rəy yazmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.